Bəziləri deyir ki, Həzrət Əlinin siyasətdən başı çıxmır. Siyasət adamı deyil. Siyasət adamı deyil, çünki onlar elə bilir ki, siyasət adamıdır ki, nəyin bahasına olursa olsun adamları idarə eləsin. Amma Həzrət Əli deyir ki, mənim siyasətimin də məqsədi insan tərbiyə eləməkdir. İşi çətinləşdirən budur. İnsan tərbiyə eləməkdir. Bəsrə hakiminə məktub yazır, valisinə. Bəsrəyə adam təyin edir, məktub yazır. Eşitmişəm, elə bir məclisə getmirsən ki, başına ancaq varlıları yığmısan. Olmaz belə. Muaviyyəni maraqlandırmır, onun valisi başına kimi yığıb. Deyir, mən deyən elə. Bu məktub yazır ki, sənin məclisində kasıb yoxdur, yoxsul yoxdur. Belə yaramaz. Belə olmaz ki, sən gedəsən, ancaq elita ilə oturub durasan, imkanlı adamları yığasan başına. İndi də var ya, belə adamlar. Otursun, dursun, seçsin, görsün ki, məsələn, güya ki, məsələn, ruhanidir, cəmaatın içindən seçir, görür imkanlılar kimlərdir, onların nömrələrini qeyd edir. Ondan sonra gecə-gündüz onlarla. Mənim yadımdadır, bəziləri vardı, həcc ziyarətinə gedəndə qrup rəhbəri idi. Qrupda olan nömrələrə baxırdı, o 200-lə başlayanları yazırdı. Deyirdi ki, bunlarla orada dostluq eləyərəm, bunları başıma yığaram. Belə insanlar da var. Həzrət Əli valisinə deyir ki, niyə demir, varlılardan üst sevir? Belə bir şey yoxdur. Bəziləri də var, paxıl adamdır, zəngin adam görəndə paxıllıq eləyir. Deyir, mən var dövlətə əlmirəm, başlayır zəngin adamlara da pis yüz göstərmək. Bu da bir iş deyil. Sənin üçün meyyər insanlıq olmalıdır, sözün qısası. Yığma nə varlı adamları başına oturasan, həmişə süfrəndə yoxsul insanlar da olsun. Harasa gedirsənsə, yoxsulların da dəvətinə get. Əleyhissalam bu şəkildə öz valilərini tərbiyə eləyir. Muaviyyə deyir, mən orduya adam göndərirəm, fərarı olmasın, fərarı olsa cəzalandıracam. Əleyhissalam deyir ki, mən orduya adam göndərirəm, şəhadət tələb olsun, şəhidliyə aşıq olsun. İşin fərqi bundadır. Ona fərqi yoxdur, sən şəhidliyə aşıqısən, nəsən, sən get döyüş, döyüşməsən, cəzalanacaqsan. Buna fərqi var. Buna fərqi var, o nə niyyətlə evindən çıxır, nə üçün döyüşür, canını nə üçün verir, buna fərqi var. Əməlli başlı fərqi var. Amma Həzrət Əli vəziyyətə bax, deyir ki, kaş onun adamlarından 10 dənə mənim adamım olardı. Kaş 10 dənə Muaviyyənin adamından məndə də olardı. 10 dənə siz, onlardan sizin aranızda yoxdur. Həzrət Əli xəlifədir, fəryad eləyir. Deyir, hanı o kişilər ki, gecələr ibadət eləyir, nalələri şəhəri götürərdi, göz yaşları axıdardılar. Sizin aranızda elə adamlar görmürəm. Adama deyərlər, sən xəlifəsən, sən nə işə qalıb gecə namazı qılan neçə nəfərdir. Sən başqa işin yoxdur, Həzrət Əli deyir, mənim işim budur. Mənim elə işim budur. Mən burada onun üçün oturmuşam ki, belə adamlar yetişdirim. Mənim məqsədim elə budur. Sən işvi qabağa apar, ya əleyhissalam, ya əmir əl-müminin. İşvi qabağa apar, sən cəmaatla nə işin? Cəmaatın mənəviyyatı. Mənim işim elə mənəviyyatlandır. Mənim işim elə tərbiyə eləməkdir. Yoxsa mən bir dəqiqə burada oturmaram. Dedi, and olsun Allaha, belə dedi. Sizə xəlifə olmağım mənim üçün, bu necə oldu da? İbn Abbas deyir, gördüm, yamaq vurur çarıqlarına Həzrət Əli. O qədər yamaq vurub ki, geyiniləsi deyil də. Neçə yerdən cırılır, yamaq vurur. Axırda deyib, işini bitirdi, yamaqlı çarığı qoydu qabağıma, dedi, buna nə qədər verərsən? Dedim, heç nə, bunu bazara çıxartsın, bir qəpiyə, bir dirhəmə, bir dinara almazlar. Bu 100 yerdən yamanıb, bunu heç kəs geyinməz ki, sən giyinirsən. Dedi, and olsun Allaha, sizə xəlifə olmaq mənim üçün bu yamaqlı çarıqdan daha dəyərsizdir. Haqqı bərqərar eləmək olmasaydı, əmr be məruf və nəhyəz münkar olmasaydı, yəni insanları yetişdirmək məqsədi olmasaydı, bu xəlifəlik mənim üçün heç nəyə lazım deyildi. Bundan nəticə çıxmasına ki, insanlar, möminlər yamaqlı paltarda gəzməlidir. Bunu izah eləmişik. Həzrət Əli deyir ki, bu sizin vəzifəniz deyir. Mən ki, xəlifəyəm, mənim vəzifəmdir. Çünki mənim məmləkətimdə ən kasıb adam necədir? Mən onunla uyğun yaşamalıyam. Bu mənə aiddir. Yoxsa məqsəd elə deyil ki, mömin gərək yamaqlı paltarda gəzsin. Məqsəd budur. Məqsədi budur.